Çevrəyə aid belə bir sualın izahına baxaq. Deyir, çevrənin xaricindəki nöqtədən, məsələn bu nöqtədən çevrəyə qədər məsafə. Yəni çevrə çəkək. Bu çevrəmiz olsun. Daha hər hansı bir nöqtə olsun. Bu nöqtədən deyir çevrəyə qədər məsafə. Yəni baxın bu məsafə. Bu məsafəni bizə 4 verib. Deyir, həmin nöqtədən çevrəyə çəkilən toxunan. Yəni bu nöqtədən çevrəyə bir dənə toxunan çəkək. Aha, bu toxunan da bizə 8 verib. Sonra deyir, çevrənin radiusunu tapın. Bura mərkəz olsun. Bilirik ki, mərkəzlə çevrənin istənilən nöqtəsini birləşdirən düz xəttə radius deyilir. İndi birləşdirək. Baxın, burada radiusdur, burada radiusdur. Və bilirik ki, biz biraz yaxşı birləşdirmədik. Toxunanı biraz qısalaq. Bəli, belə olsun. İndi buranı da birləşdirə bilərik. Şəkil tam düz alınmır. Nəysə, belə bir şey alınmalıdır hardasa. Və bilirik ki, toxunan toxunma nöqtəsində radiusa perpendikulyardır. Bura 90 dərəcədir. İndi bu düz bucağa oxşamalıdır, amma tam oxşamadı. Və burada radiusdur, burada radiusdur. Deməli, bura x-dirsə, burada x-dir. Alındı düz bucaqlı üçbucaq. X kvadrat üstə gələk 64. 4 üstə gələk x-in kvadratına bərabər olmalıdır. X kvadrat üzərinə gəlsin 64 bərabərdir. X kvadrat üzərinə gəlsin 8. X üstə gələk 16. X kvadratlar gedir. 8x alınır 48. X də 6. Bizdən radiusu istəyirdi. Radius da elə x-dir. X də bərabərdir 6.